Bismillahirrahmanirrahim və bihi nəstəin innəhu və xayrun nasirin və muin. Hər birinizi Allahın salamı ilə salamlayıram, əziz və dəyərli izləyicilərimiz. Evlilik proqramının 6-cı bölümündə siz əzizlərlə yenidən birlikdəyik. Biz keçən mövzularımızda evliliyin qarşısında olan maneələrdən danışdıq və bu gün də o maneələrdən biri haqqında danışacağıq və həll yollarını siz əzizlərin xidmətinə çatdıracağıq. Çox təəssüf ki, bugünkü evliliklərin çoxsu nə ağılla düz gəlir, nə İslamla, nə fitrətlə. Bunların heç biri bu üç şeyin əsasında düzənlənmir. Günü-gündən evlilik xərcləri çoxalır, mebelin sayı çoxalır, bayramların sayı çoxalır ki, bu evlənənə qədər ki, oğlanla qız nişanlanırlar. O nişanlıq müddətində ki, hər dəfə bayramlar olur, yeni il, Novruz bayramı, başqa bəzi bayramlar var ki, həmin o günlərdə bayramlıqlar aparırlar. Bunların hamısı çoxsu israfdan ibarətdir. Bunların hamısı bilirsiniz nəyin nəticəsidir? Çünki biz keçən dəfə də demişdim, İslamı düzgün şəkildə anlamamışıq. Düzgün şəkildə başa düşməmişik. Və bir şey deyim ki, bu problemlərin çətinliklərinin çoxun özümüz üçün yaradırıq. Bir neçə ailələr deyirsən, bir neçə ailələrə bu haqda deyirsən, deyir ki, yaxşıya başa düşdüm mən səni. Mən əgər Wi-Fi-li televizor almasam, 2 qapılı soyuducu almasam, Samsung paltaryuanı almasam, Embavutdan mebel almasam, Kəşmir xalçası almasam, və yaxud da bu cür bahalı şeylər, ət çəkən maşın, başqa bu cür şeylərdə. Bunları almasam, mənə pis baxacaqlar. İnsanlar içinə çıxa bilməyəcəm, başı dik çıxa bilməyəcəm. Onların cavabı budur ki, sizin şöhrətiniz, şanınız Peyğəmbərdən, Həzrət Əlidən, xanım Zəhradan daha çoxdur, onlardan daha üstündür. Evlilik sadə bir şəkildə keçirilsə, gərəksiz xərclər azalaraq toy edilsə, şan şərəfiniz azalacaq. Onda Peyğəmbər əleyhissalam, xanım Zəhra, Həzrət Əli əleyhissalam niyə görə bu cür evləndilər? Bilirik ki, ən şərafətli insanlar onlardır və heç kəs onlara nə şərafətdə, nə imanda, nə təqvada, bunların heç birində çata bilməz. Çünki bunlar ilahi rəhbərlərdir. Amma bununla birlikdə biz bilirik ki, Həzrət Əli əleyhissalamla xanım Zəhranın evliliyi çox sadə şəkildə keçirilib. Çox sadə, rahat. Biz bilirik ki, cehzi əşyaları, mehriyə, ev ləvazimatları, mərasim xərclərinin hamısı Həzrət Əli əleyhissalamın ki, o döyüş sirehi var idi. O döyüş sirehin satmışdı, onun pulu ilə bunların xərclərini qarşılamışdı. Həzrət Əli əleyhissalam Peyğəmbərə demədi ki, mənə Wi-Fi-li televizor verməlisən, Embavutdan mebel verməlisən, yastığın tükü qu tükündən olmalıdır, bu cür şeylər. Bunların heç birini Həzrət Əli əleyhissalam Peyğəmbərdən istəmədi. Özü bu ehtiyacları ödədi. Bəli, doğrudur. Biz onlar kimi yaşaya bilmərik. Amma heç olmasa onlara bənzəyə ki bilərik. Biz deyirik ki, biz onların tərəfdarlarıyıq, biz onların təqibçiləriyik. Əgər həyatımız, davranışlarımızın rəngi onların həyatına, davranışına bənzəməsə, biz necə deyə bilərik ki, biz onların təqibçiləriyik və onları nümunə götürdüyümüzü necə deyə bilərik? Bu nə dərəcədə doğrudur? Halbuki biz günlük yaşamımızda onlara heç özümüzü oxşatmırıq. Əgər bizlər onların təqibçisi olduğumuzu iddia edirik, amma həyat, davranış və əxlaqımızda onlara bənzəmiriksə, iddiamız deməli yalandır. Günü-gündən həyati keyfiyyətlər irəliləyir, yüksəlir, köhnəyə nəzərən yeni şeylər çıxır. Amma ölçülər, meyyarlar, İslami dəyərlər heç bir zaman dəyişilmir. İsraf Peyğəmbər əleyhissalamın dövründə də haram idi, indi də haramdır. Qeybət o dövrdə də haram idi, indi də haramdır. Yəni İslami meyyarlar, ölçülər dəyişilmir. Bunlar öz yerində qalır. Necə ki
Hədisdə var ki, Peyğəmbər əleyhissalamın halalı qiyamətə qədər halal, haramı qiyamətə qədər haramdır. Çox təəssüf ki, bu yersiz xərcləmələr və səhv alışqanlıqlar içimizə yerləşib içimizə və hamımızın məsul olduğu ictimai və mədəni bir dənə xəstəliyə çevrilibdir. Dolayısıyla bu xərcləmələr nə qədər az olsa, insan o qədər rahat olacaq. Bir dənə gözəl bir nümunə deyim sizə. Həzrəti Salman Peyğəmbər əleyhissalamın ən dəyərli sahabələrindən biri idi. Həzrəti Əli əleyhissalamdan sonra ən üstün sahabələrdəndir. Həzrəti əleyhissalam imam olduğu halda həm də ki, Peyğəmbər əleyhissalamın sahabəsi idi. Bu Mədain şəhərində vali oldu. Həmin vali olduğu ildə Mədaini su bastı. İnsanlar başladılar əşyaların çox çətinliklə, əziyyətlə hündür yerlərə daşımağa və hətta bəziləri onları daşıyarkən həyatlarını itirdilər. Amma Həzrət Salmanın az əşyası var idi. Bir dənə dəri Qur'an, bir dənə qılınc, üçüncü isə üstündə oturduğu qoyun dərsi. Bunlardan ibarət başqa bir şey yox idi. Bunları götürdü, atdı çiyninə və rahat şəkildə dağa çıxdı və dedi ki, az yükü olanlar qurtuluşa çatacaqlar. Çox yükü olanlar isə həlak olacaqlar. İndi biz Kəşmir xalçasının üstündə oturmasaq, ucuz bir dənə Azərbaycan xalçası, Şəki xalçasının üstündə otursaq, Şəki palazının üstündə otursaq olmaz. Evimizin dekorasiyası, bəzəyi olmasa nəsə olar? Göz qamaşdıran yeməklər, restoranlar, bahalı maşınlar, bahalı pərdə olsun, stol olsun, stul olsun, nə bilim fərqi yox da ümumi ev əşyaları. Bunlar olmasa nə olacaq ki, öləcəyik biz? Xeyr, ölməyəcəyik. Ölməyəcəyik. Əgər kişilik, şəxsiyyət bu israflarla qazanılırsa, bu çox dəyərsiz və süni bir dənə qazancdır. Bunların insanın şəxsiyyəti üçün heç bir dəyəri yoxdur. Həzrəti Əli əleyhissalamla xanım Zəhranın palçıqdan evlərini ki, bu evdə İmam Həsən, İmam Hüseyn əleyhissalam, Ümmü Gülsüm, xanım Zeynəb yaşamışdı. Bu evi Muaviyyənin yaşıl sarayına müqayisə eləyin. Sizcə bunların hansı daha qiymətlidir? Hansı daha yaxşıdır? Allah yanında hansı daha sevimlidir? Bax, səhv başa düşməyin məni. İslam demir ki, get palçıqlı evdə yaşa. İslam demir ki, get atda dəvədə yaşa. İslam demir ki, cırıq köynəkdə gəz, cırıq xalça alcınan. Yaşama düzgün şəkildə. İslam deyir ki, bunların ən ucuzlarını almaqla da sən yaşaya bilərsən. Yəni, ən bahalılara qaçma. Bunların ucuzlarını da al, bunların ucuzlarını da alıb sən gözəl şəkildə yaşaya bilərsən. Güya ki, ömrün nə qədədir ki, nə qədər ömrün var, 30 il, 40 il, 50 il, özü başa düşəndən 40-50 il uzaqbaşı ömür yaşayacaqsan. Da bundan ötürü özü niyə öldürürsən, əzizim? Biraz xərcləmələri azaldaq. Oğlan evlərindən xahiş edirik ki, qız evindən çox mebel tələb eləməsinlər. Qızın atası gedir kredit götürür. Neçə il banka pul ödəyir ki, qızım ən bahalı mebellərdə otursun, ən bahalı mebellərdən istifadə eləsin. Və yaxud da oğlan tərəfin anası, atası bahalı şeylər istəyibdir. Nə danışırsan? Ən bahalı şeyləri bizə gətirməlisən. Sonra cəmaatın içinə biz necə çıxa bilərik? Niyə çıxmırsan ki? Vallahi mən ailələr tanıyıram ki, and olsun Allaha, villalarda yaşayıblar. Ən bahalı mebelləri gəlibdi həmin evlərə. Amma mən onların şahidi olmuşam ki, həmin o evlərdən o mebellər daşınıb qızın evinə gedib. Ailələr boşanıb. Ən bahalı mebellər. Mən görmüşəm bunların hamısının təcrübə olaraq şahidi olmuşuq biz hamısının bunların. Yəni, bunlar heç biri xoşbəxtlik deyil. Mən valideynlər tanıyıram ki, mebeldən ötürü qız evindən qırğın müsibətə çıxıblar. Söz söhbətlər, problemlər. Ha qardaş, o qızın atası nəsə bir şey alırsa,
onu qızı üçün alır, sənin üçün almır. Sənə görə almır, sənin dövrü. Yeri gəlsə o qız desə ki, buna bu mallardan icazə vermirəm bundan istifadə eləyəsiniz, ona barmağı da vura bilməzsən. Ona görə də belə şeylərdən çalışaq, uzaqlaşaq. Belə şeyləri yavaş-yavaş azaldaq. İnsanlar da gözəl şəkildə ailə qursunlar, ailələr çətinliyə düşməsinlər, sıxıntıya düşməsinlər. Vəssalamun aleykum və rəhmətullah. Allah bizləri İslamı həqiqi yaşayanlardan qərar versin inşallah.